Tarixdə çox gözəl şəxsiyyətlər olub, çox gözəl, maraqlı hadisələr olub. Onlardan biri haqqında danışmaq istəyirəm. Bura Kazımeyindir. Dəclə çayının mücəffərlərindən biri hər bir zaman deyirəm. Və burada iki böyük imamımız, İmam Hüseyin Kazım əleyhissalam və İmam Cavad əleyhissalam dəfn olunurlar. Lakin burada dəfn var, alimimiz var. Bu da Nəsrəddin Tusidir. Öz vəsiyyəti ilə iki imamın ayaqları altında dəfn olunmuşdu. Nəsrəddin Tusi 1236-cı ildə İsmaili dayıların sifarişi ilə Əxlaq-ı Nasir əsərini yazır. O məşhur əsərini yazır. Lakin sonunda o əsər bəyənilmir və nəticədə Nəsrəddin Tusinin Ələmut qalasında sürgün həyatı başlayır. Ta ki 1256-cı ilə qədər Hülakilərin Ələmut qalasını ələ keçirməsinə qədər bu sürgün həyatı davam edir. Sürgün həyatı olduqca mənəvi əzablarla, ürək ağrısı illərində keçir və özü də hər zaman bunu qeyd edir. Ələxüsus 1246-cı ildə İbn Sinanın İşarət və Qeydlər əsərinə yazdığı şərh kitabında həmin kitabı hansı ürək ağrısına yazdığını Nəsrəddin Tusi qeyd etmişdir. Lakin qaranlığın hər zaman bir işıqlı tərəfi də var və bu da Ələmut qalasında sürgün illərində o qalanın dillər əzbəri olan kitabxanası ilə tanış olmasındadır. 1256-cı ildə Nəsrəddin Tusi sürgündən azad edildikdən sonra Hülakilərin yanında çox mühüm vəzifəni tutur. Məsələnin digər yanı, artıq 1275-ci illərdən Tusi ölüm ayağındadır və öz vəsiyyəti üzərinə Kazımeyində dəfn olmasını vəsiyyət edir. Burada maraqlı faktlardan biri nədən ibarətdir? Kazımeyn hərəmində bir balaca sərdabə var, qızıl sərdabə, orada nəşi ora qoyulur. Lakin ta 70 il əvvəlində, 17 fevral 1201-ci ildə həmin sərdabə Abbasın xəlifəsi üçün nəzərdə tutulmuşdu. Sərdabə hazır olsa da xəlifə orada heç vaxt dəfn olunmamış və məhz həmin tarixdə 17 fevral 1201-ci ildə Nəsrəddin Tusi dünyaya göz açmışdı. Beləliklə sərdabə də Tusinin özünə qismət olmuşdu. Burada Nəsrəddin Tusinin də, böyüklərimizin də, imamlarımızın da ruhu şad olsun deyirəm və onların şəfaət hər zaman üzərimizdə olsun.